Dünya şəhərləri hazırda ekoloji, həmçinin iqlim dəyişikliyinin riskləri ilə üz-üzədir. Azərbaycan və onun ətrafında olan bölgə ölkələri də riskləri real olaraq hiss edir. Ekoloji kirlilik, tıxac problemi, böyük şəhərlərə meyillilik getdikcə artır. Bu cür problemlərin həlli yolları zamanı WUF-13-də aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir. WUF-13 yerli mütəxəssislərin öz təcrübəsini bölüşmək, digər şəhərlərin təcrübəsini eşitmək üçün yaxşı platforma oldu. Azərbaycan davamlı inkişaf və müasir şəhərsalma prinsiplərini ardıcıl olaraq tətbiq edir və şəhərsalmaya yüksək səviyyəli yanaşma nümayiş etdirir. Qısa bir müddətdə işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa quruculuq işləri, Azərbaycanın şəhər bərpası təcrübələri ölkələr üçün nümunə olduğunu göstərir. Bir sözlə, Azərbaycan davamlı və hərtərəfli şəhərsalmada nümunə göstərir və digər ölkələr üçün etalon rolunu oynaya bilər. Qlobal Cənub platformasının fəallığını burada xüsusilə qeyd etmək istəyirəm. Afrika, Latin Amerika, Asiya ölkələrindən olan dövlətlər bu prosesi fəal surətdə daxil olmaqdadırlar. Onların da çox saylı nümunələri və onları da narahat edən məsələlər var ki, məhz şəhərsalma forumu üzərindən dünyanın diqqətinə çatdırılmış olur. Digər tərəfdən Türk Dövlətləri Təşkilatında burada xüsusi bir fəallığını xüsusilə qeyd etmək istərdim ki, çünki Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının bu prosesdə fəallığı xüsusilə gözə çarpandı və bu artıq ondan xəbər verir ki, bəli, Azərbaycan özünü həm də o müzakirələrin aparılması və vacib qərarların qəbul olunması üçün əlverişli bir mühit yaradan bir dövlət qismində özünü təsdiq etmişdir. Nəticə etibarilə dünyanın bugün narahat edən urbanizasiya proseslərinin problemə çevirəcək tərzdə yox, problemi həll edə biləcək və daha da böyük fayda verə biləcək dövlətlərə bir prosesi çevirmək niyyətində olan bir yanaşmanı özündə birləşdirmiş olur. COP29-da olduğu kimi WUF-13 də gələcək beynəlxalq təşəbbüslər üçün mühüm platforma yaratdı. Bakı şəhər mükafatının təsis olunması, Milli Şəhər Forumları təşəbbüsü və gələcək WUF sessiyaları üçün Bakı standartlarının hazırlanması bunun bariz göstəricisidir. Bütün bunlar göstərir ki, Azərbaycan artıq qlobal proseslərə təsir edən, yeni beynəlxalq təşəbbüslər irəli sürən və çoxtərəfli əməkdaşlığı təşviq edən mühüm dövlətlərdən birinə çevrilib. Böyük proseslərdə iştirakçıyıq, böyük proseslərdə öz üzərimizə götürdüyümüz istənilən məsələlərin həllində israrlıyıq və bu istiqamətdə də addım atırıq. Ən mühüm məsələ də odur ki, bir məsələlərin həlli koordinasiyalı şəkildə həyata keçirməlidir. Buna görə də müxtəlif beynəlxalq təşkilatlarla əlaqə, bundan başqa ayrı-ayrı dövlətlərin də nümayəndələri ilə təkbətək görüşlər, onlar da yaradılmış əlaqələr. Yəni, Azərbaycanı tək enerji təhlükəsində təhdidin qarşısını alan dövlət kimi deyil, həm də qeyri-neft sektorunda da sosial məsələləri də yerinə yetirən bir dövlət kimi ayrı-ayrı dövlətlər də tanıyır. WUF-13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləməsinə töhfə verdi. Forum dünyanın diqqətini Azərbaycana yönəltməklə yanaşı, Bakıya və regionlara gələn qonaqlarda böyük təəssürat yaradıb. Azərbaycan əsrlər boyu memarlıq, tətbiq incəsənət və mədəni irs sahəsində zəngin ənənələr formalaşdırıb. Bu tədbir çərçivəsində həmin dəyərlərin beynəlxalq iştirakçılara təqdim olunması qürurverici haldır. Beləliklə, Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın qlobal miqyasda artan nüfuzunu bir daha təsdiq etdi. Forumun Bakıda keçirilməsi Azərbaycanın dünya miqyasında artan nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin yalnız böyük tədbirlərə ev sahibliyi edən dövlət deyil, qlobal problemlərə innovativ həllər təklif edən strateji və etibarlı tərəfdaşa çevrildiyini sübut edir. Həmçinin forum diplomatik əlaqələrin genişlənməsi üçün əhəmiyyətli bir imkana çevrildi. Eləcə də Azərbaycanın qlobal şəhərsalma gündəliyinin formalaşmasında aktiv rolunu təsdiqlədi.